mim hərfin dedikdə, yəni ağız yumulur və mim hərfinə şəfəvi hərf deyirlər, yəni dodaq hərfi. Ərəəytum, əgər ağız yumulmasa, onda mim hərfində bir ixva əlaməti peyda olacaq ki, bu da təcvid qaydalarına ziddir. İn əhləkəniyəllahu, in, nun hərfi eşidilməlidir. İn əhləkəniyəllahu, dedikdə boğazdan yox, boğazın aşağı hissəsindən hə hərfini çıxartmalıyıq. Lə incə samitdir, kə incə samitdir, niyallahu, diqqətli olmaq lazımdır ki, bəzi vaxtda Quran oxuyanlar yənin hərəkəsini demirlər. Həm tələskənlik olduğuna görə bəzi vaxtlarda bunu qiraətçilər oxuyurlar, lakin yənin hərəkəsini demirlər. Ona görə də bu tamamilə səhv olacaq, təcvid qaydalarına zid gələcək. Əhləkəniyəllahu, Allah kəlməsi burada dolu oxunacaq. Çünki Allah kəlməsindən qabaq nə gəlir? Fəthə gəlir. Əhləkəniyəllahu və dodaqlar qönçələnir və ədirik və mən mə'iyyə. Burada və mən mə'iyyədə nun hərfi mimə yetişir, idğam mə'al gunnə olur. Nun hərfi mimə çevrilir və burunda sıxılır. Və mən mə'iyyə, ayn hərfi boğazın ortasından çıxarılır.